Evdə yemək olmadı gülümsə, çörək olmadı gülümsə, gülümsə, sözlü deyəndə gülümsə. Gör nətər yapışacaq səndən. Ancaq gülümsə. Çöldəkilər ancaq belədir bax. Kisədəkilərin çünki dərdi yox, səri yox. Uşaqlarını atıblar, yesir-yüsür günündə. Telefonu var. Əsir günündə. Sənin telefon deyil. Sənin telefonundur. Yox, mənki telefonum çıxır. Bu vaxtdır. Gecə saat 12-də mənim qızıma zəng gəlir. Saat 2-yə işləyir. Mənim qızım. Kriyet damarım tərsat verir. Boynumun dala. Bura gəl qızım, nə məsələdir? Boynumun dala otur. Kim yığır Gətir qızım? bura telefon. Görün mənim qızım bu vaxt Ad bu narahat verdilər. eləyən sakin. Deyəsən canlıdan idi. Eşitdiniz, anası əsəbəşi söndürdü. Alo, bəli. Alo. Bəli, buyurun. Üçündür mən balam. Hələ bu dünənki WhatsApp zənglərdir də, nömrələrdir. Alo, buyurun. Deyirəm də mənim qızım elə qızdır. Mənim belə bir problemim var. Söz sakitləşin. Hə. Deməli, mənim sevgilim var. 16 yaşımızdan bəri bir yerdəyik. Nə bilmirəm. Bu ildə Sərbiyə gedir. Mən də indi fikirləşirəm ki, bəs əskərlikdən qayıdandan sonra toy olacaqmı, nişan olacaqmı, necə? Gözdə aşkım, bir dəqiqə pomidorla baxıram. Bəzən oğlanların fikri dəyişir. Bir dəqiqə aşkım, pomidorla baxıram. Qızlar dəyişir oğlanların bəzən. Maksimum əskərliyə gedib gələndən sonra dəyişə də bilərəm, amma səndən asılıdır, əlində saxlaya da Səndən bilərsən. asılıdır, düz deyir. Baba, necəsən? Yaxşıyam, buyurun. Dinaradır. Buyur canım, buyur. Sən oradan Patru çıxdın. qaldı. Yanımdadır. Ekrana baxırdıq, dedim, yıxsın sən. Hə, buyur. Sən yaxşıyam aşkım. Tanandı göndər də Dinarə. Yazmışam da mənə rəngini at, üzünün şəklini. Çünki efirdə çox da bilinmir. Yaxşı həyatım. Səhifənin adını da de buradan. Glow Style Co. Sən deyəndə qabaqdakı sən dərdivi çək gözdə. Nə deyir? Sən dərdini danış da. Gloss kim? Glow Style Co. Sevər o makyajlarla bəzəmişəm, biləsiz. Hə aşkım, mən sənə pomidor falı ilə baxdım, narahat olma, özündən asılıdır həyatım. Bilirsiniz ne, indi 20 yaşım var, 4 ildir bir yerdəyəm, heç bir problem yox. 4 ildir bir yerdəsən, o sən atan dör, narahat olma, sən ucu bağlanıb, öyrəşib, iliyinə qədər işləmirsən, yer rahat ol, yeri, başı yastığa qoy, yat, yeri. Söküb bir səni nə var? Hələli, yeri day, 4 ildir bəsdir də day, mən o 6 ay evli oldum, söz tapmadım danışma, bu 4 ildir bir adamla nə qədər danışır, nə qədər eyni simanı gör, başım ağrıdı day mənim, alo. Sən qorxasan oğlan əskəriyə gedəndə bu tapa, alo. Qurban olum xanım, ölüm ayağımın altında, başva dönüm, krantın olum, sabunun olum, evin polaskisi olum, qapının zibil vedrəsi olum, danış da yalvaram, yaxaram, qurban olum, bu telefonu ağzınıza tutun, danışın. Yaxşıyam xanım, bilirəm, möhkəm danış, başva dolanın. Yox, dediyim sən eşitmədim, Ləman, səni çox istəyirəm, kəndi şeylərindən istəyirəm. Məni çox istəyirəm, amma nə olar mən əsəb xəstəsi eləmə, nevrozam mən, qurban olum. Sən belə də devam elə, çox gözəl. Can, mən də sizi öpürəm, hələli, ölürəm. Maşında telefon saxlayır əri, az ev dağdan. Xəyanət eləməyən kişi varsa mənim atam-atamın atasına rəhmət. Eləməyən varsa da eləyəcək. Gözlə belə olsa, yazışmaqla belə olsa xəyanət bütün kişilər eləyir. Güya sənin ərin eləmir və yaxud da eləməyəcək. Ev dağıtmağa pərgavsuz. Az kiri dilvi soqqarınıb otur da. Mələk çoxsun. Neyiniyim, 2 uşaq atasız qoyum, deyim ərin sənə xəyanət eləyir. Lap eləsə nə eləyəcək? Bambılı. Kimə gedirsən ərəcək, hamısı xəyanət eləyir də. Kişinin qadından fərqi budur da. İlin günün bu vaxtı TikTok, onsuz da o günlərim qoyublar məni starta ki, Ləman zənglər açıb evlər dağıdır. Bilə-bilə mənə belə şeylər, tırkalar verməyin ha. Alo, buyurun. Axşamın xeyir, Ləman, necə? Axşamın xeyir, bacı qurban. Ləman, eşirsən, mən birdən sevgilim var. Samda bir dənə oradan ha? Hə. Gəldim mafiyadır Türkiyədə. Ay xanım, sizin başınız çatır. Bu nə zənglərdə eləyib danışırsınız canlıda? Xəstəsiz, siz deyin ki, xəstəyəm də mən. Bu kimdir, bunun səsini qayd eləyin. Qayd elə bunun səsini, qayd elə. Qayd elə bunun səsini, nömrəvi də sənin storydə paylaşacağım. Sən mənə poqa salmaq istəyirsən az? Niyə bu qaçırsan bu oğlan? Gic köpək oğlunun qızı. Mafiyadır mənə nə? Gid normalı ilə danış, olanı deyir. Mən nəyəm bəyəm, başa düşmədim, mənə zəng edirsən, sevgilim falan yerdədir. Düz demirəm. Gica, başa çatmır qızın. Xəstələr əlində qalmışam. Alo, seyləri qırılmış. Xəyal dünyasında yaşayır bu. Salam. Salam, çox sağ ol. Siz necəsiz? Çox sağ olun. Sizdən yazmışdım WhatsApp-da. Cavab verməmişdiniz mənə.
Mən bu zəyləri bilirsiniz niyə açıram? Mən bu zəyləri... Mən bu zəyləri ona görə açıram ki, mırtdaşaq, deyək, gülək, əylənək. Mən sevgilim falan kəsdir, mənim sevgilim bəsmən kəsdir. Belə zənglər eləyirdi, belə danışmayın zənglərdə. Özünüzü problemə salarsınız. Başınız çatmır deyəsən sizin. Sasınız hamısı burada kayda gedir. Sən deyəsən xəyal dünyasında yaşayırsan. Sən Polad Ələmdar Nazarla sevgilisən. Hansı zəmanədə yaşayırıq biz? Mafiyadır. Mafiya qalıb az indi. Başı xərəb. Alo, buyurun. Gecidi ki bu. Salam, Ləma. Salam. Ləma, mənim dayım sana elçi düşmək istəyir. Bu nə yaxşı mənə də elçi düşən çıxdı. Yaşı neçədir dayımın? Bürcü nədir? Nə harda işləyir? Nə işləyir? Dayımın yaşı 37-dir, Hə. polis işləyir. Özü buradadır, polis işləyir. Küçüyə bax. Görsən məndən necə məzələnir? Nə deyir? Bunlar məni zibilə salacaq. Bax belə şeylərə görə açmıram zəyləri. Ay qız at. Polislər başımızı tacdı. Qurban olun, başınıza dolanın. Öpürəm. Alo, buyurun. Aslanınız, Allah canınız olsun. Çox sağ olun. Hə. Sizin bir xahişim var. Ne olur, bana köməkli dedin də, xəstəyəm mən. Xərçən xəstəsi. Xanım, başqa vaxt yazarsınız, qurban olun. Mən hal-hazırda canlıda elə şeylərə kömək eləyə bilmirəm. İcazə başa düşdünüzsə canlıda deyə bilmirəm. Özünüz mənə yazarsınız, mən sizin kartınızı ataram. Yaxşı? Siz o gündə mənə yazdınız, mən sizə dedim ki, xanım kart atın. Kart atın. Mən özüm sizə atım. Mən belə şeyləri canlıda eləmirəm aşkım. İnciməyin. Elədiklərimi eləmişəm. Yaxşı da adım belə gözəl çıxıb. Allah şəfa versin sizə. Amma mən o gündə sizə dedim ki, xanım kartınızı atın, mən özüm sizə ödəniş eləyim. Belə də hər ay atarsan mən sənə köməkli eləyərəm. Amma mən canlı yayımda day eləmirəm. Allah şəfanızı versin. Sağ olun. Sonra deyirlər, şey deyirlər ki, Ləman yarısını qoyur cibinə. Mən belə şeylərdən qorxuram. Problem yarandı çünki bir dəfə mənim üçün. Heç kəs də məndən inciməsin. Birini eləyib, birini eləməyəndə inciyirlər. Mənə problem yaranır ki, qoşur xəstələri qoyur yarısın cibinə. Bu halal yeyilən bərəkət and olsun. Eləyənin Allah əzzin əlindən alsın. Heç vaxt elə bir şey də eləməmişəm. Alo. Bəli, buyurun. Çox sağ ol. Siz necəsiz? Eləyib pis olmaqdansa eləmirəm. Buyurun. Alın səhvamı, ne deyədir? Yaxşıdır, çox sağ ol. Bir dənə bir söz deyim, heç kəsin acığına gəlməsin. Bacardığımız qədər biz eləyirik, hə? Amma qurban olaram sizə, xahiş eləyirəm sizdən. Artıq dərəcədə bu izləyicilər nə milyarderdir, nə trilyonerdir. Biz bir dəfə, iki dəfə yardım eləyirik, başqasına eləmiriksə, bizdən inciyirlər ki, oturub eləmirsiniz. Bu izləyicilərdə 5-10 manat maaşı işləyir. Hər gün ürəkləri dözmür. O xəstəni, bu xəstəni qoşanda məcbur büdcəsindən atmalıdır. Bu izləyicilər belə pis çıxmazın, oliqarx adamlar deyirlər. Kiminsə izləyicisi çoxdursa, o demək deyil, onları pulu başından tökür. Başından tökürsə elə bayaqdan yalvaram, onun dənə ürəyi mənə gücündən atırlar. And ol Allaha. Nə olsun adam çoxdur. Cəmat çörəyi gücündən tapır yeməyə. Alo. Birini eləyib, birini. O gün mən bilsiz nəydən sonra eləmədim? Bu bərəkət haqqı. Bir dəqiqə gözlüyün açıram indi zənglər. O gün bir dənə xanım idi. Mənə yığdı ki, mənim uşağıma kömək. Dedim eləyəcəm. İşim çıxdı, eləmədim. Qayıtdı mənə dedi ki, sənin uşağını da mənim uşağımın gününə qalsın. Ondan sonra mən dedim ki, o bu. Mənə adımı nə qoyursunuz qoyun, mən eləməyəcəm. Püsyo. Belə mənə kimsə yazmır. Allaha xatir burada demək çirkinlikdir. Kartına gücüm çatandan atıram. Amma canlı yayımda eləmirəm. Çünki o qarğışdan sonra mən pox yedim, tövbə elədim, heç vaxt eləməyəcəm. Alo, buyurun. Alo. Sonra bir dəfə burada Ayxan adında uşağı elədim. Getdi başqasının canlısında pul yığdı. Dedilər Ləman da yığıb. Dedim mənə Ləman kömək eləməyib. Amma and ola bu bərəkət eləmişdim. Üzü qibli and olsun. Buyurun. Ləman, Aynurka çox sağ ol. Bəli. Totu yanımdadır, bu TikToker totum var. Bu xəstələr yığmasın da mənə. Xahiş edirəm. Bu xəstələr maştağadan qaçanlar mənə yığmasın da. Normal adamlar yığsın da mənə. Mən qulağıma qoyum, sonra mikrofona qoyum. Alo, bəli. Alo. Bəli, buyurun.